Mən illərlə sufizmi də araşdırmışam, Nəsimini də çox sevmişəm, qəzəllərini oxumuşam, həmçinin Nəiminin. Amma məndə olan kitablarından əsirlənərək də deyirəm ki, mən İmadəddin Nəsiminin belə bir qəzəlinə rast gəlməmişəm. Oxumamışam belə bir qəzəlini, yəni. Məndəki kitablarında yoxdur, nə də yəni qarşıma çıxmayıb. Burada deməyəm ki, bunlar səhv deyirlər. Kimdə səhv tutmaq niyyətim yoxdur, yargılam. O məndə yox. Həqiqətən bilmədiyim üçün soruşuram. Bəlkə var. Mənə elə gəlir ki, bu Qul Nəsiminin qəzəlidir. Amma bəzi fərziyyələr də var ki, Qul Nəsimi elə İmadəddin Nəsiminin özüdür. Belə fərziyyələr də var. Amma həqiqətən, əgər doğrudan da qarşınıza çıxıbsa, oxumusunuzsa, bu Nəsiminin hansı qəzəlidir? Belə bu soruşurdum. Kah çıkarım gökyüzüne, seyrederim alemi. Kah inerim yeryüzüne, seyreder alem beni demiş şair.